Xəbər verdiyimiz kimi teleaparıcı və prodüser Murad Dadaşovun oğlu Kamalın toyu dünən baş tutub. Təmtəraqlı mərasimlə bağlı sosial şəbəkələrdə hələlik nə gəlin bəyin, nə də qonaqların görüntüləri paylaşılmayıb. Bu da tədbir ətrafında marağı daha da artırıb. Məlumata görə gecədə bir-birindən tanınmış ifaçılar səhnə alıb. Tədbirdə Emin Ağalarov, məşhur reper Cah Xalib, xalq artisti Aygün Kazımova və Gürcüstan əsilli müğənni Brandon Stone çıxış ediblər. Məclisin harda keçirildiyi və toyun digər detalları barədə əlavə məlumat isə gizli saxlanılıb. Müğənni Aynur Dadaşova aparıcılara müraciət edib. Sənətçi İncə Səhər proqramında onun adını qalmaqallı mövzularda hallandıranlara səslənib. Qalmaqaldan qaçmışam. Efirdə aparıcılar adımı çəkir, iki başlı söz deyirlər. Özümə hörmət qoyuram, cavab vermirəm. Özünə baxsın, sonra. İstər müğənni, istər aparıcı haqqımda nəsə deyəndə cavab vermirəm. Deyirəm, bacarırsan, yaxşılıq et. Nə qədər mənə daşla gəlirsinizsə, mən qarşınıza aşla çıxıram. Susmağa çalışın, ən gözəl cavabdır.